Artıq İlham Əliyevin ətrafında diktatorların çöküşü baş verməkdədir. Elə dünən onun daha bir diktator dostu Maduro hakimiyyətdən devrildi. Ondan bir müddət əvvəl Bəşər Əsəd siyasi əkiz qardaşı hakimiyyətdən devrilmişdi. Və bu yarpaq tökümü əlbəttə ki bir gün İlham Əliyev də öz zəngini alacaq. Çünki dünya dəyişir, dünyada yeni geosiyasi şərtlər diktə etməkdədir. Və bu şərtlərin axarında İlham Əliyev kimi diktatorlar uzun müddətli hakimiyyəti qəsb etmiş, bu nəyi, nə zaman, necə etməyi mən bilirəm deyən bu şəxslər bir hakimiyyətlə vidalaşmaq məcburiyyətindədirlər. Və biz növbəti mərhələdə İlham Əliyevin də əlbəttə ki hakimiyyətdən əl çəkməsinin şahidi olacağıq. Ola bilsin bu günlər yazılır, bölüşülür ki İlham Əliyev həm Qərblə dil tapır, həm Rusiya ilə dil tapır, həm Çinlə dil tapır. Amma həmin o diktatorların da hər biri vaxtilə elə bütün qütüblərlə dil tapırdılar. Amma sonda vəziyyət o həddə gəlir çatır ki onlar bütün qütübləri yandırırlar və sonda getməli olduqları İlham Əliyevin təbirincə desək tarixin zibilliyinə gedirlər və Azərbaycandakı bu diktatura da tarixin zibilliyinə gedəcək və Azərbaycan xalqı mütləq ki azad olacaq. Çünki Azərbaycan xalqının azadlıqsevər, Azərbaycan xalqının azadlığını, demokratiyasını istəyən, onun uğrunda mübarizə aparan şəxsləri var. Azərbaycan həbsxanalarında hal-hazırda Azərbaycanın azadlığa qovuşması uğrunda mübarizə apararaq şərlənib həbsə məruz qoyulmuş 400-dən artıq siyasi məhbusu var və biz Əli Kərimli başda olmaqla bütün siyasi məhbuslarımıza azadlıq tələb edirik və İlham Əliyevdən də tələb edirik ki, Azərbaycanda nəhayət ki azadlıqların önünü açsın, yoxsa dəyişən dünya mütləq onu da dəyişəcək.